Nərimanov Tibb Mərkəzinin əməkdaşları uzun müddətli təmirdə olan müəssisənin gələcəyi ilə bağlı yaranmış qeyri-müəyyənlikdən narahatdır. Mərkəzin əsas binası təmirə bağlandıqdan sonra kollektiv 4-5 illik fəaliyyətini müvəqqəti olaraq 6 saylı uşaq xəstəxanasının binasında davam etdirir. Mərkəzin bir qrup əməkdaşlarının sosial media platformalarında səsləndirdikləri iddiaya görə istismar müddətini başa vurmuş və tibb müəssisəsi kimi fəaliyyət üçün əlverişli olmayan binada uzun müddətli ciddi çətinliklərlə çalışırlar. Buna baxmayaraq əsas binanın təmirinin başa çatmasın və öz iş yerlərinə qayıtmağı gözləyirlər. Hazırda Nərimanov Tibb Mərkəzinin əsas binasında təmir işlərinin yekunlaşdığı bildirilsə də, kollektivin həmin binaya köçürülməyəcəyi barədə məlumat yayılıb. İddialara görə təmirdən çıxmış bina yeni yaradılacaq, pediatriya mərkəzinə veriləcək. Yolumuzu tibb mərkəzindən salıb iddialara aydınlıq gətirmək istədik. Mərkəzin kollektivi müsahibə verməkdən imtina etdi. Amma gələcək fəaliyyətlərinin harda davam edəcəyindən narahatlıqlarını bildirdilər. Nərimanov Tibb Mərkəzi bağlanır, həkimlərin isə aqibəti bəlli deyil. Bu iddia ilə sosial media platformalarında bir sıra həkimlər çıxış ediblər və iddia edirlər ki, tibb mərkəzi fəaliyyətini dayandıracaqsa, onlar öz fəaliyyətlərini harda davam etdirəcək. Biz də bu suallara aydınlıq gətirmək məqsədi ilə hazırda Nərimanov Tibb Mərkəzinin yerləşdiyi 6 saylı xəstəxananın binası qarşısındayıq. O xəstəxana ki, onun da vəziyyəti qismən istismara yararlıdır. Əməkdaşlar hazırda fəaliyyət göstərdikləri 6 saylı uşaq xəstəxanasının binasındakı şəraitdən narazıdırlar. Otaqların çox kiçik olması səbəbindən bəzi hallarda 8-9 həkim eyni yerdə işləməyə məcbur qalır. Bu vəziyyətin həm tibb personalının işinə, həm də vətəndaşlara göstərilən tibb xidmətinin keyfiyyətinə mənfi təsir etdiyi iddia olunur. Təbibin İctimaiyyətlə Əlaqələr və Kommunikasiya Departamentinin əməkdaşı Fərid İsrafilzadə sorğumuza cavab olaraq bildirdi ki, qurum tərəfindən tibb müəssisələrinin infrastrukturunun təkmilləşdirilməsi, resursların səmərəli idarə olunması və tibb xidmətinin əlçatanlığının artırılması məqsədi ilə mütəmadi olaraq müxtəlif təşkilati tədbirlər həyata keçirilir. Bu istiqamətlərdən biri də uşaqlara göstərilən ixtisaslaşmış tibbi xidmətlərin beynəlxalq təcrübəyə uyğun müasir multidisiplinar model əsasında inkişaf etdirilməsidir. Bu məqsədlə ixtisaslaşdırılmış multidisiplinar mərkəzin yaradılması istiqamətində müxtəlif təşkilati həllər nəzərdə keçirilir. Nərimanov Tibb Mərkəzi ilə bağlı səsləndirilən məsələlər də ümumi proses çərçivəsində dəyərləndirilir. Qeyd olunub ki, gələcəkdə bu istiqamətdə hər hansı qərar qəbul ediləcəyi təqdirdə Nərimanov Tibb Mərkəzinin əməkdaşlarının peşəkar fəaliyyətinin fasiləsiz davam etdirilməsi üçün müvafiq iş şəraiti yaradılacaq. Qəbul ediləcək qərarlar barədə əməkdaşlar aidiyyatı qaydada məlumatlandırılacaqlar. Sevinç Vaqif qızı, Vüsal Həşimov, Xəzər xəbər.